Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel âgıbetu littekva vel yakin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Habibina ve habib ilahil alemin. Ebil Kasimi Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ala Muhammed. Ve ala ahli beytihi teyyibine tahirin siyyemel hudza beqiyetillah fil aradin ve la'nut daim ala adaihim ecma'in ila qiyami yevmiddin amma ba'd qalallahu'l hakim fi kitabihil kerim euzu billahi mineşşeytanirracim bismillahirrahmanirrahim Rabbi şrah li sadri ve yassir li emri ve hlul ugdeten min lisani yefqahu kavli. Sadakallahul aliyyul azim. Usikum ve nefsi bi tekvallah. Allah'ın salamı, rəhməti, bərəkəti üzərinizə olsun. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Artıq Məhərrəm ayının bugün 11-ci günün yaşayırıq. Bəzi mənbələrə əsasən Məhərrəm ayının 12-si, bəzi mənbələrə əsasən isə Məhərrəm ayının 25-i İmam Səccad əleyhissalamın şəhid olan günüdür. Sabahçı gün ki, artıq bugün axşamdan 12-si sayılır. İstədik ki, bu xütbəni İmam Səccad əleyhissalama həsr eləyək. Həzrət Peyğəmbər və onun əhl-i beytini sevən insanlara başsağlığı verək. Allahdan istəyirik ki, Həzrət Peyğəmbər və əhl-i beytinin məhəbbətini heç vaxt qəlbimizdən inşallah ki, çıxarmasın. Dördüncü imamımız olan İmam Səccad əleyhissalam çox geniş və hadisələr dolu bir tarixi var. O Həzrətin mübarək adı Əli idi. Atası İmam Hüseyin əleyhissalamdır və anasının adı isə Şəhrəbanudur. İmam Səccad Hicri qəməri tarixi ilə 38-ci ilin Şaban ayının 5-də dünyaya göz açıb. Hicrətin 95-ci ilində Məhərrəm ayının ən məşhur rəqəm 25-idir, amma 12-si də deyirlər ki, şəhid olub 57 yaşında dünyasını dəyişib. Bir çox ləqəbləri var. Əmin adında, Zəki adında, Zeynəl Abidin, Seyyidus Sacidin, Səccad ləqəbləri ilə məşhur olub. Və kitablarda bundan başqa da imamın ləqəblərini qeyd edirlər. Amma ən məşhur olan ləqəbləri Səccad və Zeynul Abidin ləqəbidir ki, tarixi mənbələrdə geniş şəkildə bundan istifadə olub. İmamın məhz bu iki ləqəblə daha çox məşhur olmasının səbəbləri var idi. Həmin səbəblərdən biri budur ki, o Həzrət çox səcdə eləyirdi. Onun oğlu 5-ci imamımız Həzrət İmam Muhammed Baqir əleyhissalam buyurur ki, atam İmam Səccadın bir xüsusiyyəti bu idi ki, Allahın hər hansı bir neyməti onun yadına düşəndə dərhal səcdiyə gedərdi. Quran oxuyarkən vacib və yaxud da müstəhəb səcdələri olan ayələrə çatanda səcdiyə gedərdi. Həmçinin hər dəfə namaz qılıb qutarandan sonra uzun uzadı səcdələr eləyərdi. Deyir, bundan əlavə xeyir bir iş, xüsusilə iki nəfər arasında yaranmış ixtilafı həll eləyəndən sonra gedərdi, şükür səcdəsi eləyərdi. Buna görə də həmişə onun alnında səcdənin izi görünərdi. O Həzrət çoxlu səcdə etdiyinə görə Səccad ləqəbi ilə adlandırılmışdı. İmamın bir ləqəbi də Zeynəl Abidindir. Ən məşhur ləqəblərindən biridir. Mənası ibadət eləyənlərin zinəti deməkdir. Amma bu ləqəb yer üzündə olanlar tərəfindən ona verilməyib. Səccad ləqəbi yer üzündə olanlar tərəfindən ona verilmişdi. Zeynəl Abidin ləqəbi isə ona göy əhli tərəfindən verilmişdi. Zeynəl Abidin ləqəbi ilə o məşhurlaşmışdı. Səccad ləqəbi ilə insanlar arasında məşhur idisə, gecələr Allaha eşq, məhəbbət, əzəmət, nuraniyyət və pak qəlblə ibadət etdiyinə görə göy aləmində Zeynəl Abidin ləqəbi ilə məşhurlaşır Həzrət. O Həzrət ibadət eləyəndə qəlbi tam qeyd eləyirlər ki, Allah huzurunda olduğu üçün dünyadan
tamamilə xəbərsiz olur. Şeytan isə təbii ki, heç bir səcdə eləyəni xoşlamadığı üçün İmam Səccad əleyhissalamından xoşu gəlmir çox səcdə elədiyinə görə. Hədislərdə belə nəql olunur ki, İmam Səccad həmişə olduğu kimi gecələrin biri ibadətlə məşğul idi. Bu vaxt şeytan böyük bir ilan surətində gəlib onun ətrafında sürünməyə başlayır. Deyir, onun fikrini yayındırmaq üçün o tərəfə keçir, bu tərəfə keçir. Deyir, amma imam ona fikir vermir və namazlarını qılıb qutarandan sonra ilana baxanda onun şeytan olduğunu hiss eləyir. Deyir ki, uzaqlaş məndən. Allahın lənəti olsun sənə. Sonra yenə də ibadətlə məşğul olmağa başlayır. İmamın deyir, bu hərəkətindən sonra Hatib göy aləmində nida eləyir o həzrətə 3 dəfə belə deyir ki, sən ibadət eləyənlərin zinətisən. Həmin gündən deyir, İmam Səccad əleyhissalamın adı qalır Zeynul Abidin. Bu ləqəblə başlayır məşhurlaşmağa. İmamın həyatını 2 hissəyə bölmək olar. Birinci mərhələsi atası İmam Hüseyn əleyhissalamın dövründə yaşayıb və öhdəsindən düşən vəzifələri yerinə yetirib. Amma həyatının ikinci və ən həssas, əsas mərhələsi atası şəhid olandan sonra başlayıb. Ömrünün axırına dək imamət məqamında olub. İmam Hüseyn əleyhissalam Kərbəlada şəhid olanda yazırlar ki, hələ Səccad əleyhissalamın 22 yaşı var idi. İmamət məqamına da həmin yaşda çatır. 22 yaşında artıq imam olur və atasından sonra 35 il ömür sürür İmam Səccad əleyhissalam. 57 yaşında zəhərlənir, zəhərləyib şəhid eləyirlər. Allah Quran-ı Kərimdə Peyğəmbər haqqında buyurur ki, o sizə ən gözəl nümunədir. Laqad kana lakum fi rasulillah uswatun hasana. Allahın Rəsulunda sizin üçün gözəl örnək var. Həmçinin imamlarımız da, İmam Səccad da məsum olduğuna görə onların sözləri, hərəkətləri bizim üçün höccətdir. Biz onlardan bu böyük şəxsiyyətlərin keçdikləri həyat yolundan nümunə götürməliyik. Yazır ki, İmam Səccad əleyhissalam Allaha ən yüksək səviyyədə ibadət edirdi. Səbəbi bundan ibarət idi ki, insanın Allaha mərifəti nə qədər çox olsa, ibadəti də bir o qədər səviyyəli və gözəl olar. İmamın ibadətləri barədə çoxlu hədis var və rəvayətlər nəql olunub. O həzrət yazır ki, gecələrin çox hissəsini oyaq qalıb ibadətlə məşğul olurdu. İbadətə başlamaq üçün dəstəmaz alarkən deyir, halı və rəngi dəyişərdi. Hətta Allaha olan mərifətindən ürəyinin döyüntüləri də artırdı. Allaha bu qədər bağlı idi. Dəstəmaz alandan sonra deyir, bəzən namaza başlamamışdan öncə huşunu itirərdi. Allaha o qədər eşq, məhəbbət, mərifət, ürfanla ibadət eləyirdi ki, ruhunun əzəmət və ağırlığını daşımağa bədəninin gücü çatmırdı. Bəzən ki, insan hazırlaşır, özündən gedir, bu cür imam, bu cür Allah övliyaları ki, özlərindən gedirdi. Onların ruhunun böyüklüyündən xəbər verirdi ki, bu artıq bədən ruhu daşımağa gücü çatmır. Ona görə özündən gedirdi. İmam Səccad yazır ki, ibadət eləyəndə o qədər ədəb və mərifətlə dayanırdı, Allah huzurunda bədəni belə tərpənməzdi. Bəzən deyir, külək əsəndə əynindəki paltarlarını yerləşsəydi, bədəni Allahın qarşısında çox aram və sakit dayanardı. Külək əsirdi deyir, əynindəki əba tərpənirdi, amma özü sabit qalardı. Həzrət Peyğəmbər və digər imamlarımız da ibadət eləyəndə Allahın qarşısında yazır ki, belə dayanardı. Həzrət Peyğəmbər namaz qılanda həmişə göyə baxardı, təzdir. Sonra deyir, xuşu, təvəzu, itaət ayəsi nazil olandan sonra ibadət eləyərkən yerə baxmağa başladı. Peyğəmbər deyir, həmişə bu ayə nazil olmamışdan qabaq göyə baxardı belə. Elə ki, deyir, xuşu, təvazökarlıq, itaət ayəsi nazil oldu. Həzrət Peyğəmbər başını saldı aşağı. Yazır, bir dəfə namaz qılanda bir nəfər deyir, namaz qılan var idi. Deyir, bəzən deyir, əlini deyir, saqqalına çəkirdi, qulağıyla oynayırdı belə. Həzrət Peyğəmbərdən soruşdular ki, namazda belə eləmək olar? Ya Rəsulallah. Həzrət Peyğəmbər deyir, cavab verdi ki, problem onun əlində deyil. Onun ruhunda problem var. Əgər onun ürəyində Allaha qarşı mərifət, təvazu və itaətkarlıq çox olsaydı, namazda bədən üzvləri tərpənməzdi.
Allaha olan mərifətin çoxluğundan idi ki, Həzrət Peyğəmbər və digər imamlar namaz qılarkən bədənlərini tərpətmirdilər. Hədislərdə belə nəql olunur ki, İmam Səccad namazda Maliki Yevmiddin kəlməsini dəfələrlə, ayəsini dəfələrlə təkrar eləyirdi. Bəzən bu ayəni təkrar eləyərkən az qalırdı ki, ruhu bədənindən ayrılsın. Din gününün sahibi, qiyamət gününün sahibi. Bu ayəni deyir, dəfələrlə təkrar edirdi. Belə nəql eləyirlər ki, İmam Səccad səcdədə o qədər eşq və məhəbbətlə zikr eləyirdi ki, üz-gözü deyir, ağlamaqdan və tərləməkdən suyun içində olardı. Bəzən səcdiyə getdiyi torpaq da islanıb palçığa dönərdi. Bu qədər. İmam Səccad deyir, birinci şəxsdir ki, alnını səcdiyə qoymaq üçün İmam Hüseynin türbətindən möhür düzətdi. İlk deyir, türbəti İmam Hüseyin Salamın türbətindən o möhrü İmam Səccad əleyhissalam düzətdi. Səid ibn Müseyyib adlı bir nəfər deyir ki, günlərin birində İmam Səccad əleyhissalamla səfərə çıxmışdıq. Yolda həm namaz qılmaq, həm də istirahət eləmək üçün məntəqələrin birində dayandıq. İmam Səccad deyir, namaz qılarkən zikirlər deyirdi. Zikirləri dedikcə ətrafda olan qeyri-canlı əşyaların da onunla bir yerdə zikir dediyinin şahidi oldu. Gördüm ki, dağ, daş, divar, ağac, insan, qeyri-canlılar ki var, canlı və qeyri-canlılar. Onlar da deyir, gördüm ki, imamla bir yerdə zikir deyirlər. Tavus Yamani adında biri var, o yazır. Deyir ki, günlərin birində Kəbənin kənarında deyir, ibadətlə məşğul idim. Birdən İmam Səccad əleyhissalamı gördüm. Hicri İsmaildə ibadət eləyirdi İmam Səccad. Səcdə eləyəndə hey gördüm ki, səcdiyə gedib bu duanı eləyir. Ubeyduka bi fənaik, miskinəm bi fənaik, fəqiruka bi fənaik. İlahi, sənin kiçik bəndün, miskin bəndün, fəqir bəndün dərgahındadır. Deyir, mən imamın deyir, bu zikirlərini əzbərlədim, yadımda saxladım. Haçan deyir, çətinliyim, müşkülüm, xəstəliyim olan vaxtda səcdiyə gedib həmin zikirləri deyirdim. Allaha yalvarırdım. Deyir, bunun nəticəsində istəklərimi də Allahdan alırdım. İmam Səccadın barəsində belə nəql olunur ki, o həzrət daim zikr eləyərdi, zikr halında olardı. Yəni, hər an Allah Taala'nın əzəmətini, özünün ona qul olmasını, ölümü, qiyaməti diqqət və nəzərdə saxlayardı. Yazırlar, bir dənə dəvəsi var idi, 20 dəfə imamla həccə getmişdi o dəvə, 20 dəfə. Belə nəql olunur ki, o heç vaxt o dəviyə bir dənə qamçı da olsa vurmamışdı. Yəni, o qədər diqqətli idi ki, bir heyvanı belə incitməyə razı olmurdu. Həmişə qəflət və unutqanlığa düşən insanlara öyüd nəsiyyət verirdi. Onları hidayət eləməyə çalışırdı. O vaxtı, deyir, imamın vaxtında Bəttal adında biri var idi. Onun, deyir, işi bu idi. O günü deyib gülməklə keçirdi. Ancaq deyirdi, gülürdü. Həmçinin deyir, cəmaatı da ətrafına toplayırdı. İndi var o anekdot danışanlar, deyib gülənlər. Deyir, onun günü elə belə keçirdi. Cəmaatı da toplayırdı başına, danışırdı, deyirdi, gülürdü. O belə. Cəmaatı da güldürürdü. Həmin o Bəttal deyir ki, mənim arzum ürəyimdə qaldı. Çox çalışdım, amma bircə dəfə də olsa İmam Səccadı güldürə bilmədim. Günlərin birində İmam Səccad əleyhissalam gördü ki, cəmaat bir nəfərin ətrafına toplaşıb, soruşdu ki, bu kimdir? Dedilər ki, Yəbnə Rəsulillah, ey Peyğəmbər balası, o cəmaatı ətrafına toplayıb, gülməli sözlər danışaraq hamını güldürür. İmam deyir, baxır, deyir ki, ona deyin ki, Allahın elə bir günü var ki, Allahın elə bir günü var ki, bütün batil işlərlə məşğul olanlar həmin gün ziyana uğrayacaqlar. Bütün batil işlə məşğul olanlar həmin gün ziyana uğrayacaqlar. Deyir, çox oruç tutardı İmam Səccad əleyhissalam. Kənizlərindən, xanımlarından biri deyir ki, haçan deyir, günorta yeməyi hazır elədim, apardım ki, verim yesin. Deyir, qaytardı dala ki, orucam.
əksər hallarda günorta yeməyin qaytarırdı dala ki, oruc halındaydı. İkinci xüsusiyyəti İmam Səccad əleyhissalamın öz ailəsi ilə gözəl rəftar eləməsi idi. Bütün ailə üzvləri, evdə çalışan hətta işçilər onu çox istəyirdilər, çox sevirdilər. Heç bir vaxt ailədə kimsə ondan belə deyək incimirdi. Çox vaxtı şəxsi işlərini özü görürdü. İmkan daxilində işlərini kiməsə tapşırmırdı. Səhər evdən çıxanda ondan soruşurdular ki, hara gedirsən? O suala belə cavab verərdi. Öz ailəm üçün sədəqə əldə eləməyə gedirəm. Soruşurdular ki, axı sənin ailən Həzrət Peyğəmbərin ailəsidir. Onlara sədəqə haramdır. İmam buyurdu ki, əgər insan halal ruzu qazanıb ailəsini dolandırırsa, bu onun ailəsinin sədəqəsidir. Bilirsiniz, Peyğəmbər övladını üçün, Peyğəmbər nəslindən olana sədəqə vermək haramdır, olmaz. Deyir, axı sözə haramdır. Deyir, yox, kim ki halal ruzu qazanır, o ailəsinin elə sədəqəsidir. İmkan daxilində deyir, evə bazarlıq eləməyi xoşlayardı. Özü də bu barədə belə buyurub ki, xoşlayıram ki, imkanım olduğu günlər bazarlıq eləyib ailəm üçün aparım. Dünyaya gələrkən İmam Səccad əleyhissalam anası vəfat eləyir. Onun üçün yazırlar ki, dayə tutmuşdular. Ona süd versin, imama süd versin. Deyir, doğma anası olmasına baxmayaraq, o dayə də süd anası sayılırdı onu. Deyir, imam həmin dayəsinə çəkdiyi zəhmətlərə görə çox ehtiram eləyirdi. Doğma anası olmasına, amma ona ehtiramını göstərirdi. Heç bir vaxt deyir, onunla bir süfrəyə əyləşib yemək yeməzdi. Bir gün deyir, imamdan soruşdular ki, ağa, hamı ilə bir süfrədə oturursunuz, yemək yeyirsiniz. Nə üçün süd anınızla bir süfrədə oturmursunuz? Yaxşı söz buyurur. Deyir ki, istəmirəm elə bir hal yaransın ki, anamın süfrədən götürmək istədiyi tikiyə ondan qabaq mən əl atım. Gör, hara fikir verir ha. Deyir, istəmirəm elə bir hal yaransın ki, oturaram anamla bir süfrəyə, onun qəlbindən süfrədən bir dənə tikəni götürmək keçər, birdən mən ondan tez davranıb mən götürərəm o tikəni. Mən uzatmayıb, birdən bilmədən onun istədiyi tikəni götürüb yeyərəm. Buna görə də gözləyirəm ki, birinci o yeyib qutarsın, sonra mən yeyib. Biri də xüsusiyyətlərindən biri onun ehsan və bəxşiş eləməsi idi. Həmişə sədəqə verəndə birinci sədəqəni öpürdü. Var bizdə yaşlılarda da qalıb. Buradan gəlir. Deyir, öpürdü, sonra verirdi. Çünki bilir ki, onu Allaha verir. Deyir, bunun səbəbini soruşanda imam belə cavab verir ki, sədəqə verərkən sədəqə alanın əlinə çatmamış həmin o sədəqə Allahın əlinə çatır, məcazi mənada. Mən Allahın əlini öpürəm, sədəqə alanın yox. Yəni, Allaha gedir. İmam Səccad Allah qarşısında razı və təslim olan bir insan idi. Təbii ki, Allahdan razı qalmaq təkcə dildə deməklə bitmir. Elə bir insan yoxdur ki, Allahdan razı deyiləm, bu sözü işlətsin. Elə bir insan yoxdur ki, bu sözü desin. İnsan gərək Allahdan razı olduğunu əməlində də sübut eləsin, göstərsin. Bəzən görürsən ki, birinə müsibət üz verəndə səbirdən çıxıb elə başa düşür ki, Allah ona pislik eləyib. Ruhunun tutumu az olduğuna görə Allaha qarşı narazılığını biruzə verir. Buna görə də insanın ruhunun tutumunu gərək insan genişləndirsin. Etiraz və narazılıq etməsin. İmam Səccad əleyhissalam buyurur ki, bir gün bərk xəstələnmişdim. Atam, İmam Hüseyin əleyhissalam məndən soruşdu ki, bu halda istəyin nədir, nə istəyirsən? Dedim ki, Allahın istəyindən və razılığından başqa heç nə istəmirəm. Atam buyurdu ki, əhsən sənə.
özüvi İbrahim Xəlil peyğəmbərə oxşatdım. Həzrəti İbrahimi yazırlar tonqala atanda Cənab-ı Cəbrail nazil olur. Deyir ki, ey İbrahim, məndən bir dənə istəyim var, nəsə istəyirsən? Deyir, o cavab verir ki, səndən heç bir istəyim yoxdur. Quranda ayə deyə bu. Deyir, məni görən Allah halımdan xəbərdardır. Onun görməsi və halımdan xəbərdar olması mənə kifayət edir. Başqa heç nə istəmirəm. Deyir, özüvi İbrahim Xəlilullaha bənzətdin. İctimai və siyasi məsələlərdə də çox diqqətli insan idi İmam Səccad əleyhissalam. Fərdi ibadət məsələləri meydanının qəhrəmanı olduğu kimi, ictimai və siyasi məsələlər meydanında qəhrəmanı idi. Hətta düşməni belə imamın qapısına gəlsəydi, onu əli boş qaytarmırdı. Yazırlar, Əbdülməlik İbni Mərvan İmam Səccad əleyhissalamın düşmənlərindən biri idi. Deyir, İmam Səccad əleyhissalam evinin damını deyir, uçurmuşdu o İmam Səccadın. Bir zaman gəldi ki, Mərvan özü evsiz qaldı. Diqqət elə. Deyir, hamıya ağız açdı, bir faydası olmadı. Deyir, İmam Səccad əleyhissalam yanına gedib, İmam Səccadın yanına getdi, ondan kömək istədi. İmam Səccad buyurdu ki, mənim 2 evim var, bu evdə qalmaq istəyirsənsə, mən köçüm o bir evə. Sən də gəl, burada qal. Burada qalmaq istəmirsənsə, get o bir evdə qal. Və bu Həzrət Peyğəmbərin və Həzrət Əli əleyhissalamın balası idi. Onların qapısı həmişə kərəm qapısı olub. Hətta düşmənləri belə qapılarına gəlsələr, onların etdikləri, pislikləri üzlərinə vurmurlar. Lazımi şəkildə yola salırdılar. Yazır, günlərin birində Həzrət Əli əleyhissalam böyük bir məclisdə oturmuşdu. Bir nəfər içəri daxil olub Həzrəti təhqir eləməyə başlayır. Həzrət Əli əleyhissalam deyir, onun sözlərinə fikir vermir. Həmin şəxs deyir, sözünü bitirəndən sonra məclisi tərk edib çıxıb gedir. Deyir, səhəri gün, ertəsi gün həmin şəxs çox çətin bir vəziyyətə düşür. Ona deyirlər ki, səni bu vəziyyətdən yalnız Həzrəti Əli İbn Əbu Talib əleyhissalam qutara bilər. O Həzrəti Əlinin yanına deyir, yazırlar ki, gəlir. Həmin vaxt Həzrəti Əlinin yanında bir neçə səhabəsi var idi, oturmuşdular. Deyir, o imamın yanına gəlib çətin bir vəziyyətə düşdüyünü etiraf eləyəndə, danışanda başlayır ondan kömək istəməyə. Həzrət Əli əleyhissalam onun çətinliyini aradan qaldırır, həll eləyir o məsələsini. Deyir, elə bu vaxt bir nəfər ərz eləyir ki, ya əmirəl möminin, bu həmin adamdır ki, dünənki məclisdə səni təhqir eləyib. Amma sən isə bu gün ona kömək eləyirsən. Deyir, Həzrət buyurur ki, istəmədim ki, onun nadanlığı mənim kəramətimi üstələsin. O nadanlığın elədi, amma mən də kəramət əhliyəm axı. Deyir, istəmədim ki, onun nadanlığı mənim kəramətimi üstələsin. Yazır, bir zaman Mədinədə siyasi vəziyyət bir-birinə qarışmışdı, bir-birinə dəymişdi. Camaat deyir, Mərvanı oradan qovdular. Mədinədən qovdular, çıxartdılar. Yazır ki, Abdullah İbn Ömərin yanına gedib ailəsi üçün sığınacaq istədi. Ömərin oğludur Abdullah İbn Ömər. Abdullah deyir, onu qəbul eləmədi. Mərvan deyir, vəziyyətin daha ağır olduğunu görüb İmam Səccad əleyhissalama yanına gəlir. Deyir ki, ailəmi saxlamaq üçün yer tapa bilmirəm. İmam Səccad deyir, onun ailəsinə sığınacaq verir. Sonra deyir ki, öz ailəvi saxladığım kimi sənin ailənə də elə baxacağım. Yəni, əmanətdaram. Yazır ki, imam həm öz ailəsini, həm də onun ailəsini Mədinədən çıxarıb əminamanlıq bir yerə göndərdi ki, orada rahat yaşasınlar. İstər dost olsun, istər düşmən, kim İmam Səccaddan sığınacaq istəyirdisə, onların hamısını qəbul edirdi. O Həzrət cəmiyyətdəki ictimai və siyasi məsələləri elə gözəl həll eləyirdi ki, heç kəs zərrə qədər olsa ondan irad tutub narazılıq eləyə bilmirdi. Hətta düşmənləri belə onun məsum olduğunu yaxşı bilirdilər, yaxşı anlayırdılar. Onlar dəfələrlə İmam Səccad əleyhissalamın möcüzələrini öz gözləri ilə görmüşdülər. Həccac ibn Yusif Abdullah ibn Zübeyrlə deyir, müharibə eləyəndə Kəbə evini onlar dağıdıb uçurtdular.
Müharibə bitəndən sonra Kəbəni yenidən təmir elədilər. Kəbəni təmir eləyəndən sonra Həcərül Əsvədi öz yerinə qoymaq istəyirdilər. Nə qədər eləyirdilər, daşı öz yerində qalmırdı. Qoyurdular, gəlib düşürdü yerə. Daşı qoyurdular, daş düşürdü yerə. Bu məsələni həll eləməkdən ötürü, aydınlaşdırmaqdan ötürü dövrün alimləri, qaziləri, tanınmış insanlar, adamlar dəvət elədilər ki, gəlin görək bu nə məsələdir. Deyir, yenə də daşı yerinə deyir, qoya bilmədilər. Kim daşı götürüb öz yerinə deyir, qoyurdusa, daş yenə də düşürdü yerə. İmam Səccad əleyhissalam Məscidül Hərama daxil olanda vəziyyətin nə yerdə olduğunu görüb yaxınlaşdı onlara. Hamı kənara çəkildi. İmam dedi ki, Bismillahirrahmanirrahim. Dedi, mübarək əli ilə həmin daşı götürüb qoydu yerinə. Daş imamın qoyduğu kimi öz yerində də dayandı. Bunlar qoydular, düşürdü. İmam gəldi, daxil oldu, vəziyyəti başa düşdü. Gəldi, dedi, Bismillahirrahmanirrahim. Götürdü, qoydu yerinə. Necə də qoymuşdur, elə qaldı. Cəmaat ucadan təkbir dedilər. Allahu Ekber. Sonra imam deyir, ibadətlə başladı məşğul olmağa. Hamı bilirdi İmam Səccadın imamət məqamını, fəzilət məqamını, izzət məqamını, əzəmət məqamını, şövkət məqamını, hamının xəbəri var idi. Yazır ki, günlərin biri səhabələri danışır. Bağın içində süfrə salıb imamla birgə yemək yeyirdik. Bu vaxt bir dənə ceyran deyir, məliyə imamın yanına gəldi. Soruşduq ki, yəbnə Rəsulillah, ey Peyğəmbər balası, bu heyvan nə istəyir? İmam buyurdu, deyir ki, ovçular məni tutmaq istəyir. Buna görə də onlardan qaçıram. 3 gündür heç nə yeməmişəm. Mən də deyir, ona dedim ki, yanımda otur, sənə yemək verək. Bu qədər həssas olub. Sonra deyir, imam üzünü deyir, bizə tutdu, səhabələr deyir. Deyir, onunla heç bir işiniz olmasın. Əl dəyməyin ona. Ona əl vurmayın. Yazırlar ki, ceyrana orada yemək verir, yediyin nələrdənsə. Möminlərdən biri deyir, onu sığallamaq üçün deyir, əlini deyir, ceyranın belinə çəkdi. Ceyran deyir, dərhal qalxıb, deyir, oradan uzaqlaşdı. İmam buyurdu ki, axı sizə dedim, axı ona əl vurmuyor. Həmin adam deyir ki, ey Peyğəmbər övladı, mən ona nəvaziş eləmək istəyirdim. Ona görə tumarladım onu, başqa bir niyyətim yox idi. İmam deyir, yenidən deyir, çağırdı Ceyranı, ona dedi ki, gəl otur burada. Bunların deyir, sənin işi yoxdur. Başladı deyir, o yenə o imam verdiyi yeməkdən yeməyə. Deyir, o öz dilində məliyə nəsə deyib getdi. Səhabələr imamdan nə dediyini soruşanda Həzrət buyurdu ki, o sizə dua eləyib getdi. O sizə dua elədi. Çox yaxşı tanıyırdı hamı İmam Səccadı. Amma bəziləri hakimiyyətə görə, bəziləri pulparıya görə, bəziləri isə paxıllıq ucbatından ona düşmənçilik edirdilər. Hişam İbn Əbdülməlik günlərin birində Məscidül Hərama yazırlar, daxil olur, Həcərül Əsvədə yaxınlaşdı, heç kəs ona əhəmiyyət vermirdi. Sonra minbərə çıxıb cəmaatla söhbət eləyəndə gördülər ki, möhtərəm bir seyyid içəri daxil oldu. Cəmaat çox böyük ehtiramla onun üçün yol açdılar. O da gəlib Həcərül Əsvədi ziyarət elədi, namaz qıldı. Hişam imamı deyir, çox gözəl tanıyırdı. Lakin özünü deyir, tanınmamazlığa vurdu. Elə bir şey tanımır İmam Səccad əleyhissalamı. Bir nəfər deyir, ondan soruşdu ki, bu kimdir? Hişam deyir, təhqir mənasında dedi ki, mən nə bilim kimdir? Paxıllığından. Onun ki, gələndə yer açmadılar, bu daxil olanda açdı. Dedi, bu kimdir? Dedi ki, mən nə bilim kimdir? Bu vaxt bir şair var, Fərəzdə qadında. Deyir, ayağa qalxıb dedi ki, onun kim olduğunu mən bilirəm. Sonra deyir, İmam Səccadın orada tərif eləməyə başladı.
tərifinə deyir, onun İmam Səccadın tərifi ilə bağlı 40 beytli bir dənə şeir oxudu. Bir dənə şeir oxudu ki, 40 dənə beyti var idi həmin şeirin. Elə bir şeir oxudu ki, üstündən 1400 il keçməyə baxmayaraq həmin şeir hələ də köhnəlməyib. Bu şeir İmam Səccadın fəzilətləri barəsində yazılıb. Çox dərin məzmunlu ədəbi bir əsərdir. Deyir, Hişam deyir, paxılçılığından nə edəcəyini deyir, bilmirdi. İmama qarşı deyir, düşmənçilik və paxıllığı o qədər çox idi ki, axırda qardaşı Vəlidi məcbur elədi ki, İmam Səccadı öldürsün. Onun israrı ilə. Təbii ki, imamı öldürməklə başqa məqsədləri də var idi. Buna görə də onlar imamı zəhərləyib şəhid elədilər. Kərbəla hadisəsindən sonra İmam Səccadın günləri ağlamaqla keçirdi. Qulluqçulardan biri deyir ki, həmişə imam üçün yemək yaparanda onun ağladığını deyir, görürdüm. Bir gün deyir, ərz elədim ki, ey Allahın höccəti, sizin ağlamağınız qurtarmayacaq. İmam buyurdu ki, Yaqub Peyğəmbərin 12 oğlu var idi. Allah Teala onun birini, Yusifi Yaqubdan uzaq salmışdı. Amma Yusif dünyasını dəyişməmişdi, ölməmişdi. Amma buna baxmayaraq, Yaqub Peyğəmbər onun ayrılığına dözə bilmirdi. O qədər ağladı ki, axırda gözləri tutuldu, saçları ağardı, beli büküldü. Mənim isə gözlərimin önündə bir gün ərzində atamı, qardaşımı, əmmi, 17 nəfər yaxınlarımı, atamın səhabələrini qətlə yetiriblər. Üstəlik başlarını da bədənlərindən vəhşiliklə ayırıblar. Bibilərimi, bacılarımı əsir götürüblər. Siz mənim qəm-qüssəmin sona yetməsini istəyirsiniz, gözləyirsiniz. Mənim qəmim, qüssəm necə sona yetsin? Bundan daha çətini və daha ağrılı olan o idi ki, bütün bu cinayətlərdən sonra imama danışmağı belə yasaq eləmişdilər. İcazə vermirdilər. Həmişə onu nəzarətdə saxlayırdılar ki, cəmaatı başına yığıb onlara söhbət eləməsin. İmkan vermirdilər ki, haqq, həqiqət üzə çıxsın. Buna görə də imam çox vaxt sözlərini ağlamaqla cəmaata çatdırırdı, ifadə eləyirdi. Məsələn, qəssab dükanının yanından keçəndə qəssabdan soruşurdu ki, qəssab, bu heyvanı kəsəndə ona su vermirsən? Qəssab deyirdi ki, bəli, bu bizim adətimiz budur ki, heyvanı kəsməmişdən qabaq ona su verərik. İmam deyir, baxır, ağlayır, deyir ki, amma Kərbəlada mənim atama su verməyib, onu qətil elədilər, onu şəhadətə çatdırdılar, başını kəsdilər. Yazır ki, Kərbəlada çox vaxt atasının qəbrinin kənarında ya da Nəcəfdə babasının qəbrinin yanında əyləşib dualar oxuyardı. Haqq, həqiqəti cəmaata çatdırardı. İmam Səccad əleyhissalamın fəzilətlərindən, onun yaman günlərindən ki, dünənləri Aşura günü idi, İmam Səccad tək qalır. Xeymələrdə Allahın işinə bax, o dəstə ki, istəyirdi ki, Peyğəmbər nəsliyə yer üzündən silsin, amma Allah Teala Kərbəlada İmam Səccadı sağ saxladı. 22 yaşın var idi İmam Səccadın, imamətə çatdı orada və onun vasitəsi ilə imamət yenidən davam elədi. Bəzi mənbələrdə Məhərrəm ayının 12-si və əsas tutarlı rəvayətlərdə isə 25-i İmam Səccad əleyhissalamın Məhərrəm ayının 25-i İmam Səccad əleyhissalamın şəhadət günüdür. Allah'a and verək, izzət və cəlali xatirinə Allah Teala bu dünyada Həzrətin ziyarətin, üqbada şəfaətin bizlərə nəsib eləsin. Bismillahirrahmanirrahim. İnna a'ataynakal kevser ve salli li rabbika venhar inna şani'aka huvel abtar. Sadaqallahul aliyyil azim. Peyğəmbər və ali Peyğəmbərə salavat zikr eləyək. Varislər dünyasını dəyişmiş alimlər, abidlər, şəhid və siddiqlər, ruhları şad, salavat zikr eləyək. Allahümme salli ala Muhammed. Məscid mənbəri inşa edənlər, xüsusən bu məscid mənbəri inşa edilən haqq dünyasında olanlar var. İstirahət ruhları haqqında salavat zikr eləyək. Allahümme salli ala Muhammed.
Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin vel akibetu littakva vel yakin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina ve tabibi kulubina ve şefi'iz zunubina Ebu'l Kasimi Mustafa Muhammed. Muhammed ve ali Muhammed. Ve ala Ali ibn Abi Talib ve ala Fatıma Zahra ve ala Hasan ve Hüseyin ve Ali ibn Hüseyin ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve Hasan ibn Ali ve Hüccetullah Mehdi. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme agfir lil mu'minina vel mu'minat vel muslimina vel muslimat el ahya'i minhum vel envat. Usikum ve nefsi bi təqvallah. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. İnsanın təmizlənməsi üçün ən təsirli zaman deyirlər ki, İmam Hüseyin əleyhissalamın Kərbəlası, İmam Hüseyin əleyhissalamın məclisləridir. Mən bunu böyüklərdən eşitmişəm ki, bəzi günahlar var ki, heç nə onları təmizləyə bilmir, pak eləmir. Ancaq İmam Hüseynə yanmaq təmizləyir. Bunu mərifət əhli deyir və bilirlər, onlar yaxşı bilir ki, bu məsələlər necə olmalıdır. Deyir, heç bir suyun yuya bilmədiyi təsirlər var ruhda ki, heç nəyin buna gücü çatmır. O yerdədir ki, İmam Hüseyin əldən tutur. Kərbəlada və məclisində elə şeylər, elə təsirlər var ki, qəlbdən təmizlənir. Heç nəyin onun öhdəsindən gəlməyə gücü yoxdur. İmam Hüseynin qəribəliyidir, əzadarlığının möhtəşəmliyidir, ziyarətinin əzəmətidir bu. O ki, hamımız deyirik ki, bizi cəzb eləyir, Kərbəla istəyirik, bizi cəzb eləyir, əzadarlığa getmək istəyirik. Bilmirik, bunun səbəbi nədir? Bu bunlardır. İşdə belə işlər görür. Bizim içimizdə özümüzün də xəbəri olmadan işlər görür. Bilmirik, xəbərimiz yoxdur. Nələri yuyur, çıxardır qəlbdən, nələri təmizləyir. Yazır ki, hərəmdə oturduğun müddətdə bir su axır təzyiqlə. Gedib oturmuşsan Kərbəlada, hərəmdə və yaxud da məclisində bir su axır təzyiqlə. İmam Hüseynin hərəmində təzyiqlə axır. Lap o dibdə qalan pisliklər ki var, deyirlər, onları yuyur aparır o. Yuyur aparır. O rəhmət selidir. İnsanların o qəlblərinin dibində qalan hər bir şeyi təmizləyir. Biz də deyirik ki, nə qəşəng haldayıq, nə qəşəng hal tapmışıq məclisində və yaxud da hərəmində. Amma bilmirik ki, nə baş verir. Deyirsən, məsəl üçün birinə ki, getdin, yuyundun, çıxdın, özdə elə yuyundun, çıxdın ki, o bəzi, üzr istəyən, hamamlar var, lap o çirki təmiz çıxardır, xüsusi texnologiyalarla. Bu da qəlbdə olan, ruhda olan o çirkləri elə təmizləyir, elə çıxardır. Kərbəlada da belə bir qəribə təmizləmə xüsusiyyəti var, təmizləmə metodu var. Çünki bu təmizləmənin bir mexanizmi var. Bu mexanizm sizə qısa şəkildə danışım bu haqda. Allah Teala buyurur ki, İnnəmə yuridullahu liyuzhibə ənkumur ricsə əhləl beyt və yutəhhirukum təthira. İnnəmə ancaq və ancaq siz əhli beyti çirkinliklərdən, pisliklərdən təmizləyib, ancaq sizə eləyib Allah Teala. Başqalarını yox. İlahi, başqalarını yox, deyir, xeyr. Başqaları ilə mənim nə işim var? Allah birbaşa ancaq və ancaq əhli beyti təmizləyib. Bəs mən də təmizlənmək istəyirəm axı, ay Allah. Yox, deyirsən birbaşa yox. Sən o təmizlik mənbəsinə qoşulmaqla təmizlənməlisən. Sən birbaşa alınmır. Sən gərək o təmizlik mənbəsinə bağlanasan. Onun vasitəsi ilə səni təmizləyirəm.
Mexanizm budur. İnnəmə ancaq və ancaq 14 nəfəri Allah deyir ki, mən təmizləmişəm. Onlar mənim əsərimdir. Onların təmizliyi Allah buyurur ki, mənə aiddir. Mən Allah buyurur ki, tərtəmiz eləmişəm bunları. Bəs qalan cəmaət, peyğəmbərlər, övliyalar, biz insanlar, deyir, sizə də bir dənə yol var ki, o təmizlərə qoşasız özünüzü, onlar sizi başlasın təmizləməyə. Mexanizm bundan ibarətdir. Mən onlar vasitəsilə sizi, belə deyək də, yenə də Allaha qaydıra məsələ, yenə də Allah eləyir. Allah deyir, mən bunları təmizləmişəm, mən bunları seçmişəm. Hədisdə var ki, Əhl-i Beytdən başqa bütün insanların ürəyində həsəd var. Bir dənə Əhl-i Beytdə yoxdur. Kimi deyir, göstərirsiniz, göstərin, Əhl-i Beytdən başqa bütün insanların qəlbində həsəd var. İndi onun gərək yeri düşsün ki, insanın özünə də sübut olsun. Bəzi o pis xüsusiyyətləri insanın fitrəti ilə daxı özünə qəbul eləmir. Məsələn, deyirsən ki, səndə filan xüsusiyyət var. Deyir ki, Allah eləməsin, nə danışırsan? Öz-özün görmür axı bəzən insan. Deyirsən ki, yox, sən bu cürsən. Deyir, yox, elə bir şey. Amma bir dənə gərək fürsət düşsün, iş düşsün ki, onun özünə də. Bəzən insan özü də bilir, sadəcə etiraf eləməyə çəkinir. Amma məsəl üçün durub deyirsən ki, sən necə fəzilətli adamsan, sən necə belə şökətli adamsan, sən necə əliverimli adamsan, heç yoxdur ya onda, elə özündən tərifləyirsən, bu da qol qanadın açır ki, bura nə yaxşı bir sözlərdir. Ümumiyyətlə, insan yəni fitrəti bu cürdür, fitrətdədir. Məsəl üçün, insan cismində olmadığı xəstəlikdən ötürü, məsəl üçün, işdən qalıb, dərsdən qalıb, indi ora aparıb bir dənə arayış vermək lazımdır. Gedir, məsəl üçün, bir yerdə xəstəliyində olmadığı bir xəstəlikdən ötürü, cismində olmayan xəstəlikdən ötürü geri bir yalandan bir arayış alır. Amma insana desin ki, ruhunda olan, mənəviyyatında olan xəstəliklər haqqında bir arayış təqdim elə, daş atıb başını tutacaq ki, mənim ruhumda nə xəstəliklər var? İnsanın fitrəti bu cürdür. Allah deyir ki, Əhl-i Beytdən başqa bütün insanların qəlbində həsəd var. Hərdən görürsən ki, rahat deyir, məndə paxıllıq yoxdur. Ən paxıl adamda da, ən paxıl adamın özündən də bunu eşitmək olur. Cəmiyyət bilir, bu çox paxıl adamdır. Həsəd var bunda. O da belə deyir ki, məndə nə paxılçılıq var ki, məndə paxıllıq yoxdur. Elə var ki, o paxıllıq heç bir adamın, belə deyək, uğrunu qəbul eləmir. Ona dözmür. Bu deyir, hamıda var. Bizdən başqa. Əhl-i Beytdən başqa yəni. Deyir, bəs biz neyniyək ki, onda biz bədbəxt olduq? Paxıl adamın axırı nə olar? Deyir, heç nə. Kim bizə qoşuldu, biz Əhl-i Beytə qoşuldu, bizlə bitişdi, bütövləşdi, bizdən birinə başlayır çevrilməyə. Başlayır bizdən birinə çevrilməyə. Su axır gəlir, onu da o pisliklərdən, paxıllıqlardan təmizləyir. Bizim vasitəmizlə. Birbaşa paxıllıqdan təmizlənmə yolu yoxdur. Bizə bağlanmaq, birbaşa təkəbbürdən təmizlənmə yolu yoxdur. Bizə bağlanmaq lazımdır. Bunu deyirlər. Paklığın, çünki özləri buyurur ki, paklığın biz özüyük. Allah bizə verib paklığı və bizim vasitəmizlə paklayır hamını. Vilayət buna görə mühümdir. Ona görə əza məclislərində bu ayəni oxuyur ki, ya əyyuhəl-ləzīnə əmənuttəqullah və təkunu məəs-sadiqin. Ey iman gətirənlər, təqvalı olun və sadiqlərlə, məəs-sadiqin, sadiqlərlə bir yerdə olun. Onlara bitişik olun. Onlardan qopduzsa, namaz adamı təmizləyir, deyir, yox. Namaz təmizləyir bir şərtlə ki, nuru həmin o sadiqlərdən alasan. Allah dostundan, Allah höccətindən, Allah vəlisindən. Yoxsa sənin elədiyin adı nədir? Məsəl üçün, deyirsən, çəkil bir kənarda, səhərdən axşama qədər ibadət elə, həmin ibadəti şeytan da eləyirdi. İblis də eləyirdi həmin ibadəti. İbadət təmizləsəydi, iblisin öhdəsindən gələrdi.
Yaxşı sözdür ya bu. O qədər ibadət elədi. İbadət təmizləsəydi iblisin öhdəsindən gələrdi. Hardakı paçlığa qoşulmaq lazım idi, paçın qarşısında təzim eləmək lazım idi. Onu da deyirlər ki, şeytana dedilər ki, Adəmə səcdə elə. Allah danışır da düz. Onun sülbündə 14 məsumun nuru var idi Həzrəti Adəmin. Oradandır da. Ona görə Adəm də o nura görə şərafət tapmışdı. Həzrəti Adəm Peyğəmbər deyir, 14 məsumun nuruna görə, onun sülbündə onun nuru var idi, 14 məsumun şərafət tapmışdı. Şeytana dedi ki, səcdə elə ki, təmizlənəsən, paçlanasan. Nə oldu? Namazın öhdəsindən gələ bilmədiyi xislətlər idi. Kunu ma'as-sadiqin. Allahu nurus semavati vel arz. Allah göylərin və yerin nurudur. Quran ayələridir bunlar. Danışır. Sonra nə deyir? Bir ki, fi buyutin əzinəllahu ən turfa'a və yuzkərə fiyhə ismuhu. Deyir, bu nur harda yerləşir? Allah deyir, yerin və göyün və yerin nurudur. Sonra deyir, bu nur yerləşir, hardasa yerləşir. Bu nur hardadır? Deyir, bu nur o evlərə daxil olur ki, o evlərdədir ki, orada Allahın zikri ilə o evlər genişlənib. O nur o evlərdədir. Soruşdular ki, hansı ev diyor? Dedi ki, Əlinin evidir o. O ev Əlinin evidir. O nur bu ailədə yerləşir. Stansiya görürsən də necə işıqlı olur. Necə işığı paylayır. Məsələn, işıq stansiyası paylayır işığı. Gəlir ora nur. Oradan paylanır evlərə də, düz. Ona görə qəlbindən deyir ki, gərək bir sim atasan onlara. Vəssalam. Axıb gələcək, səni o paçlayacaq, səni yuyacaq. Mən buna bir yol atmıram, bir ip atmıram, bir sim atmıram qəlbimdən. Özüm gedirəm, təmizlənmək istəyirəm. Deyir, yol yoxdur, yol bağlıdır. Bunsuz mümkün deyil. Bundan başqa alternativ yoxdur ki, hardasa təmizlik yolu tapasan. Təmizliyin yolu budur, bura daxil olmalısan. Bu dairəyə daxil olmalısan, bu çevriyə daxil olmalısan. Ona görə bu nuru söndürməyə çalışıblar. Tarix boyu bu cür olub. Bu nuru istəyiblər ki, söndürsünlər. Qalxıblar, tarix boyu istəyiblər ki, söndürsünlər. Bu ayənin bu məqamına diqqət eləmək lazımdır. Yuridunə ən yutfi'u nurallah. Deyir ki, ayədir bu da, deyir ki, onlar Allahın nurunu söndürmək istəyirlər. Nəylə? Üfürməklə. Yaxşı sözdür. Deyir, onlar Allahın nurunu söndürmək istəyirlər. Özdə üfürməklə söndürmək. Şamı necə üfürüb söndürmərsən? Deyir, o cür söndürmək istəyirlər. Allahın özünü yox ha, Allahın nurunu, nümayəndələrini, elçilərini öldürürlər, onlara qarşı vuruşurlar. Allahın nuru daxı bunlar. Bunlar deyir, Allaha qarşı Allahın nurunu söndürmək istəyirlər üfürməklə. Allahın nuru, yəni bunlar. Allahın özünə neyniyə bilərlər? Heç nə. Allahın nurunu söndürmək istəyirlər. Kimləri? O adamları ki, Allah nuru onların vasitəsilə, Allah nuru paylayır onların vasitəsilə. Onları aradan götürsün, heç nə qalmır. Dindən əsər əlamət qalmır. Allah quru dilləndinən heç nə qalmır onları götürəndən sonra. Allahın nurunun çatma mexanizmi aradan gedir onları götürəndən sonra. Ona görə şeytanın hədəfində həmişə övliyalar olub, həmişə Allahın dostları olub, həmişə Allahın höccəti olub, həmişə Allahın vəlisi olub. Şeytanın hədəfində olub. Ta Peyğəmbərdən, İslam Peyğəmbərindən əvvəl olan Peyğəmbərlər, İslam Peyğəmbəri, ondan sonra da Allahın seçdiyi imamlar. Həmişə şeytanın belə deyə hədəfində bunlar idi. Xalqa övliyasız din təklif eləsinlər. Bilirlər ki, onsuz heç bir paçlığa çata bilməyəcəklər. Məqsəd budur. Amma Allah gözəl dedi ki, vallah mutimmu nurihi. Allah isə nurunu tamamlayır.
Diqqət eləyin, Allah gör nə deyir? Deyir, üfürməklə Allahın nurunu söndürmür. Allah deyir, nurunu tamamlayır. Və ləv kərihəl kafirun. Kafirlərin xoşuna gəlməsə də belə. Bu Allah deyir ki, mənim əlimdədir. Allah deyir ki, nurunu tamamlayır, kafirlərin xoşuna gəlməsə də belə. İmam Hüseynin qəbrini sökən, onun ətrafında belə deyək, su səpən o xəlifə durub gəlsə indi Ərbəyində, baxsa ki, milyonlar gedir piyada İmam Hüseyin Salamın ziyarətinə, ürəyi ikinci dəfə partlayıb ölər. Bilirsiniz də, İmam Hüseyin Salamın məqbərəsini, o qəbrini neçə dəfə dağıtmaq istəyiblər. Öküzləri baxıblar, şumlayıblar, su buraxıblar. Yazıblar ki, su gəlirdi, çatanda qəbri ayrılırdı, alırdı dairəyə, çıxıb gedirdi. Mutu bi qayzikum. Qəzəbinizdən ölün, Allah deyir. Qur'andadır bu. Allah deyir, qəzəbinizdən ölün. Vallahu mutimmu nurihi. Bax, həmin ayənin nümunəsidir. İndiki milyonlarla insanın ora axışması həmin ayənin nümunəsidir. Həmin sözü xanım Zeynəb Yezidə dedi. Dedi, oturmusan məğrur taxtın üstündə mənə baxırsan, elə bilirsən ki, bizim nurumuzu söndürə biləcəksən, bizim nurumuzu söndürdün, Allah imkan verməz bizim nurumuz sönsün. Sən və sənin kimilər, üzr istəyirəm çox-çox, tarixin zibilliyinə gedəcəksiniz. Mən və qardaşım yaşayacaq, görəcəksiniz, hamısı da hər şeyi görür, o cürdə olur. Hindinin özündə. İmam Hüseyin Aleyhisselamın məqamına bax, İmam Hüseyin Aleyhisselamın zəvvarının sayına bax, İmam Hüseyin üçün yananlara bax, İmam Hüseyin Aleyhisselam üçün pulundan, canından, malından keçənlərə bax, onun yolunda özünü fəda eləyənlərə bax, amma bu birisinə bax. Hətta deyirlər ki, qəbrini belə alıblar, bağlayıblar ki, çox-çox üzr istəyirəm, insanlar gedib oranı murdarlamasınlar. Ehtiramdır, qəbri olmaz da ehtiramsızlıq. Deyir, elə bilirsən ki, bizim nurumuzu söndürdünüz, bizim nurumuzu söndürə biləcəksiniz. Allah heç vaxt imkan verməz ki, bizim nurumuzu. Sən və sənin kiminlər tarixin o tozlu vərəqlərində itib batacaqsınız, çıxıb gedəcəksiniz. Amma mən və mənim qardaşım Hüseyin kimilər yaşayacaq. Görəcəksiniz, hamısı da bunun şahidi olur. Dünyanın reallığına bir dənə baxın, görürsən ki, Hüseyin zühur eləyir təzdən, yenidən. 21-ci əsrdə yenidən Hüseyin doğulur, zühur eləyir. Ağıllar heyrətdədir, mat-ı heyrət qalın, mat-ı heyrandır ağıllar. Bu nədir? Nə baş verir ümumiyyətlə? Nə baş verir? Hüseyin gündəmə gəlir və hər şeyi də həll edir, özü də tək başına həll edir İmam Hüseyin Aleyhisselam. Özdə öz balaca kərvanı ilə dünyaya səs salır. Məhərrəm bax budur. Məhərrəm bu övliyalar vasitəsilə təmizlənməkdir. Məhərrəm bundan ibarətdir. Təmizləndinsə, elə bir nur tapırsan ki, elə bir rəhmət tapırsan, elə bir əzəmət tapırsan ki, heç yanda onu tapmaq olmur. Adam əl çəkə bilmir ondan. Bundan ibarət. Ona görə də bu insanların, bu nurun, belə deyək, qədrini bilmək lazımdır. Bu məclislərdə ki, xüsusən o 10 günlük əsas məclislərdən idi, orada əldə etdiklərimizi qoruyub saxlamaq lazımdır. Ki, onlar əlimizdən qiyamətin günü gəlsin və tutsun. Allaha and verək, izzət və cəlalı xatirinə Allah Teala bizləri Həzrəti Əba Əbdillahın bu dünyada ziyarətin, üqbada şəfaətin bizlərə nəsib eləsin. Xəstələr var, mərizlər var. Bi ehtiram İmam-ı Səccad Əli ilə inşallah ki, dərdlərinə dərman olsun. Allah Teala xalqımızın, millətimizin, ümumən müsəlmanların, möminlərin başının üstündən yaman yerlər əstirməsin. Möminlərin, müsəlmanların hamısını zülmün, küfrün üzərində inşallah ki, daim Allah Teala qalib qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Səlvat zikr eləyək.